Değil. Neçəyə baxaq? 14-ə baxa bilərik. Yaxşı. 14-ə qədər kimisə sualı var. 14-ə qədər sualı olan varsa desin. Tamam. 14-ə baxaq. 4. Ha, 4 varmış. Bir dəqiqə. Tamam. 4-dən başlayayım. Baxın yoldaşlar. Burada qeyd edir ki, Maya Lee'nin işi göstərir ki, incəsənət nədir? Və bu tipli suallarda indi sabah inşallah qəbulda da görəcəksiniz. Nə etmək lazımdır? Mütləq ki, variantları biz oxumuruq, gedirik, nə edirik, bu cümləni tapırıq və orada yazılan fikrə əsasən variant axtaracağıq. İndi baxaq. Görək bu cümlə hardadır. Həmin cümlə elə birinci paragrafda qeyd olunub. Baxın, burada yazılıb. She has shown that, o göstərdi ki, art incəsənət. Bax, birə-bir eynidir. Prosta she yerinə onun işləri göstərdi ki, incəsənət deyir. Eyni şeydir. Göstərdi ki, incəsənət can be more than visual expression. Deyir ki, o vizual görüntüdən daha artığı ola bilər. Və o həvəsləndirə bilər insanları düşünməyə cəmiyyət və vacib qlobal məsələlər barəsində. Bitdi. Demək ki, cavabımız yoldaşa hardadır? Bu cümləni tapdıq. Bu cümlənin ardınca gələn fikir nədirsə, o bizim doğru cavabımızdır. Sadəcə bizə bura qədər verib, davamı da cavabımızdır. Davamında da nə yazır? Deyir ki, vizual görüntüdən daha artıqdır incəsənət. O insanları həvəsləndirir düşünməyə society, cəmiyyət və vacib qlobal məsələlər barəsində. Görə indi hansı variantda var? Bax, elə uzaqdan belə baxdıqda cavabın C olduğu bəlli olur. Çünki orada qlobal və sosial deyirdi. Orada C-də yazılıb ki, kömək edir incəsənət insanlara düşünmək barəsində vacib sosial və ətraf mühit problemləri üzərində. Doğru cavab C. Aydındır nə demək istədiyim? Yəni oxudunuz, cümlənin eynisini axtarırsınız. Sadəcə biraz dəyişirlər, bir-iki söz dəyişir, amma ümumi məzmundan kənarlaşma olmur. Siz nə yazmışdınız? B. Yalnız dəyərli olur o vizual cəhətdən mürəkkəb olduqda. Yəni deyirsən Daha ki, doğrusu Mədim, mən C yazmışam, cavab B çıxıb arxada. ola bilməz, cavab C-dir. Neçənci? İndi 14-dür də. İndi arxaya baxdım. B Yox, 14 yazılıb. deyil, bu 4-dür, 4. 4-ə baxırıq. A, Hə, 4C-dir. 4-cü suala baxırıq. gələm. Hə, mən Üzr istəyirəm. Elə başqa biləməndən. yo. Yəqin ki, bu sual aydındır. Keçək hə. Keçək indi 14-ə. 14-ə qədər var indi sualınız. 14-də kiminə sual varsa tez deyin, bir dənə deyin baxaq. Deyəsən yoxdur. 14-ə baxaq. Müəllim 10 yazıblar. 10 yazıb, tamam, ona baxaq. Onda birincidə deyir ki, kim ilk Roma imperatoru oldu? Var. Kim oldu? Augustus oldu. Bir dəqiqə, burada. Məncə bunu yazarsınız, amma yenə göstərəm baxaq. Deyir burada. Augustus deyir ki, oldu. İlk Roma imperatoru. Bax, burada yazılır. Birin cavabı var. İkinci deyir ki, hansı Roma konstruksiya sistemi təmin edirdi şəhərləri su ilə? Bunun da cavabı var. Deyir burada. Akvaduktlar şey deməkdir, su kanalları.
Su kanalları təchiz edirdi şəhərləri su ilə. Yəni nə? Akvadakslar. Yəni bu da nədir? Qədim Roma ə, nə idi? Konstruksiya sistemlərindən bir nümunəsidir. Çünki xəritədə ə, artizan məsələn körpülər, hamamlar, amfiteatrların da adını çəkir. Demək 2-nin də cavabı var. 3-də də hansı ildə Şərqi Roma imperatorluğu kollaps dağıldı? Bax bu yoxdur. Qərbi var, amma şərqi yoxdur. Baxın. Bir dəqiqə mətin harda? Roma dağıldı. Burada hə. Burada yazır 395-ci ildə imperiya parçalandı. Şərqi və qərb hissələrinə parçalandı. Qərb imperatorluğu nəhayət kollaps dağıldı 476-cı ildə. Lakin Şərqi imperatorluğu Bizans imperiyası kimi sağ qaldı əsrlər boyunca. Burada da sual verir ki, İstern, yəni şərq nə zaman dağıldı, hansı ildə dağıldı? O yoxdur. Amma Westerni soruşsaydı 476-cı ildə var. Qərb var, amma şərq yoxdur. Sonra 4-ə gəldikdə, hansı Roma imperatoru təqdim etdiyi xristianlığı dövlət dini kimi belə bir məlumat vermir. Ümumiyyətlə xristianlığın adını çəkmir mətndə. Və 5-ə gəldikdə Romada təhsil sistemi şəhər və ucqar yerlərdə necə fərqlənirdi? Ümumiyyətlə təhsil sistemindən də heç danışmır. Qaldı ki, urban şəhər və rural kənd ərazilərində necə fərqlənirdi onu müqayisə etsin. Doğru cavabımız elə sadəcə 1 ilə 2-dir. 14-ə qədər var sualımız. Hı -hı. 14-ə kimi varsa sualınız deyin. Tamam, 14-cü sualda yazır ki, kartof daha cazibədar oldu Avropada çünki. Yoldaşlar, bunu bayaq da dedim, yenə də təkrar edirəm. Dim bunu xoşlayır. Cümləni yazır, orada gedir mətndən həmin cümlənin davamını götürür, dəyişir, variantlara əlavə edir. Siz burada variantları oxumanıza ehtiyac yoxdur. Gedib o cümləni mütləq şəkildə tapmaq lazımdır. Kartof cazibədar oldu Avropada, yəni cəlb edici oldu. Görək hansı cümlədə yazılır orada, hardadır o cümlə? Attractive olması. Baxın, burada görürəm. Həmin cümlə buradadır, attractive yazır. İndi baxaq, oxuyaq bu cümləni, görək nə yazılır. Deyir ki, population increase, əhali artdıqca demand for the food, qidaya ehtiyacı expanded, genişləndi, artdı. Kartoflar başladı daha cəlb edici olmağa. Səbəbini də açıqlayır. Çünki they required less land, onlar az torpaq tuturdu, nəinki digər məhsullara nəzərən. Həmçinin onlar istehsal edirdi, yaradırdı, önəmli, substantial önəmli demək, önəmli miqdarda ərzaq yaradırdı, ərzaq istehsal edirdi. Yəni deyir ki, az yer tuturdu digər məhsullara nəzərən kartof və önəmli miqdarda, yəni çoxlu miqdarda məhsul verirdi, bəhrə verirdi demək istəyir burada. Demək ki, cazibədar olmasının səbəbi budur, bu fikirlərdir. Az yer tutması, bir də çoxlu məhsul verməsidir. Yəni bu attractive-dən sonra gələn cümləmizdə bunu deyir. Bu da cavab olaraq hansı variantda var? B variantında required less land. Çünki deyir az yer tuturdu. Lakin nə edirdi? High yield. Çoxlu məhsul verirdi. Doğru cavab B. Aydındır yoxsa yox? Aydındır müəllim. Amma siz nə yazıbsınız? Gedib kənardan hansısa bir cümləni götürüb yazıbsınız. Ya Y yazıbsınız bəlkə. Yox, yazmamışdım. Mən başqa yerdə bir dənə sözə ilişib qalmışdım. Elə oradan yazmışdım. Tam Nə, cümləni tapmamışdım. nə yazmışdın? C yazmışdım. C. Bəli. Çünki o yalnızca fermerlər tərəfindən reklam olunurdu, dəstəklənilirdi. Neyse, belə bir şey yoxdur heç. Ümumiyyətlə 10 sözü gördüyün variantlar 90% səhvdir.
Yəni bunu eləməyin də. Biz nəyi yəni? Bax, tutaq ki, bu cümləni oxuyursunuz, tapa bilmirsiniz. Axırda əl atsızlıqdan variant atırsınız. Elə şey eləməyin. O cümləni tapa bilərsiniz. Yəni qeyri-adi bir şey yoxdur. Məsələn, burada attractive sözündən tuta bilərdiniz ki, de attractive burada. Tapdınızsa cavab oradadır. Yəni əslində iş asandır. Sadəcə siz variantları oxumağa çalışırsınız. Oxumayın variantları. Oxusanız artıq o sizin fikrinizi yayındırır. Yəni çalışın ki, cümlənin özünü tapın. Variantlar üzərindən işləməyin. Yəqin aydın oldu. Aydındır müəllim, aydındır. Sonra növbəti 17-yə baxa bilərik. 17-yə yaxşı. Deyəsən tərcümədə o. Elədir, qarışır hər şey. 17-də controversial sözünün antonimini istəyir. Controversial şeydir, mübahisəli deməkdir. Mübahisəli. Onda Mübahisəli. agreeable. Razılaşıla bilən, agreeable. Digər sözləri də deyək. Məsələn, emotional zaten bilir, emotionaldır. Emosiya. Emotional. Extreme şiddətli, çox. Sonra relevant uyğun deməkdir, irrelevant uyğunsuz deməkdir. Y variantında da bias nə deməkdir? Qərəzli deməkdir. Qərəzli. Doğru cavab olacaq. A. Növbəti 23. 23. Yaxşı. 23-ə qədər var sualınız. Müəllim, bir də ondan başqa bir sual verim sizə. Ver. Bu make-li ifadələr var idi. Hansı ki, make-dən sonra canlı gələrsə, Hə, onda to idi, cansız gələrsə. Bir də onun başqa forması vardı ki, to-suz olmalı idi sadə. Mən onu necə fərqləndirim? göz indi o suala gəldi, izah edeyim bura. Bəli, baxmaq lazımdır, sözlərə baxın. O 23-cü sual idi o. Yox, 23 deyil. Mən o sualı düz yazmışam. Sadəcə deyirəm ki, birdən qarışdıraram ki, birdən o mürəkkəb tamamlıq idi də məncə. O mu olar, yoxsa o canlı-cansız söhbəti mi? İzah edərəm indi o sualı nömrəsini deyərsiniz, izah edərəm. Yaxşı. 23-dən izah edeyim məncə. 23-də burada yazır ki, sizin hər biriniz gərək soruşsun özündən ki, ətraf mühitin qorunmasına dair nəsə edirmi? Öncəliklə bu sual necə işləyə bilər? Burada müftadəmiz nədir? You-dur. Sizdən danışır. Sizin hər birinizdir. You-nun qayıdış əvəzi nə himself olmaz, nə də themselves olmaz. Yəni you-nun qayıdış əvəzi ya yourself ya da yourselves olar. Birdən deyərsiniz ki, ay müəllim, siz soruşun, bəs ondan necə deyərəm? Himself, o him deyərsən. Siz gərək ondan soruşasınız, him deyərsiniz, himself deyənməzsən. Yəni himself yazsan, gərək onda bu cümlənin müftadəsi he olsun, amma bu cümlənin müftadəsi he deyil. Məhz buna görə himself və themselves variantları yanlışdır. Sonra, indi digər variantlara gəlin baxaq. Yourself, sən özündən, icazə bir-birinizdən gərək soruşasınız. Yourself, siz özünüzdən soruşasınız kimi tərcümə olunur. İndi gəldik cavabı ikinci tərəfə görə tapacağıq. Burada variantlara fikir versək, every yazılıb. Bu every-ni mən bura tək başına yaza bilmərəm. Every yadda saxlayın ki, tək başına işlənmir. Yəni hər hansısa bir ismi əvəz edib tək başına işlənə bilməz. Every-dən sonra mütləq isim gəlməlidir. Every hər deməkdir. Siz edirsinizmi həri problemi həll etmək üçün? Nə həri? Nəyin həridir ki bu? Yəni everydən sonra mütləq nə işlənməlidir? İsim işlənməlidir. Bu variant olmaz. Yəni every tək başına işlənməyəcək. Bu getdi. Sonra aiza nə deməkdir? Biri deməkdir. Aiza tək başına işlənə bilər. Amma ki o da tək başına işlənməsi üçün, biri mənasını verməsi üçün gərək əvvəldə ondan danışasan. Sizin hər biriniz gərək soruşsun özündən ki, siz edirsinizmi birini problemi həll etmək üçün. Nəyin birini? Nəyin birini? Burada yəni biri dediyimiz şey gərək əvvəldə açıqlayaq. Sonra bu da deyil. Doğru cavabımız nə variantı qalır? Yoldaşlar, anything variantı qalır ki, yəni deyir ki, sizin hər biriniz gərək soruşsun yourself özündən ki, siz edirsinizmi
anything nəsə ətraf mühit problemlərinin həllinə dair. Həll etmək üçün nəsə edirsinizmi? Burada anything olur. Və birdən deyərsiniz ki, ay müəllim, yaxşı bildiyi anything, bəs bu cümlədə inkar yoxdur, axı niyə any yazdı? Yoldaşlar, bu cümlədə inkar olmasa belə if-ə görə any yazdıq. If özündən sonra gələn cümlədə sam yerinə any tələb edir. Yəni əslində some da ola bilər, any də ola bilər. Yəni if olan cümlədə sam yerinə any də yaza bilərsiniz təsdiqdə. Əslində burada any yazılmasının səbəbi bu cümlənin nəqli kimi görsənsə də bu cümlə əslində nəqli cümlə deyil. Sual cümləsidir. Bax, tərcüməsinə fikir verin. Sizin hər biriniz gərək soruşsun özündən ki, ətraf mühit problemləri həll etmək üçün nəsə edirmi? Nəsə edirmi? Fikirlərsiniz, axırda sual verirsiniz. Sadəcə sual cümləsi mürəkkəb cümləyə çevirmişik deyə orada yəni if-dən sonra sam yerinə any yazılıb. Doğru cavab var. Aydındır. Bəli, müəllim. Yaxşı. Sonra növbəti. Həmin sual 30-dadır, müəllim. Bayaq dediyim. Baxacağam indi, narahat olmayın. Var 30-a kimi sualınız? %25, yaxşı. Bax, 25-də kiməsə gülmək, laugh at. Və ya kiməsə baxmaq, look at. Kiməsə baxmaq, stare at, glance at. Bu kimi sözlər ya da kiməsə qışqırmaq, shout at. Bunlar nədir? Üzümüzdə yaratdığımız mimikaları ingilislər at-lə verirlər. Və ya məsələn başqa bir şey də yazaq. Smile at. Nə deməkdir? Kiməsə gülümsəmək. Üzümüzdə yaratdığımız duyğuları yadda saxlayın ki, ingilislər nə ilə verir? At-lə verir. Bu birləşmə yadda saxlayın. Look at baxmaq, stare at, glance at, kiməsə baxmaq, shout at, kiməsə qışqırmaq, smile at, kiməsə gülümsəmək, laugh at, kiməsə gülmək anlamında işlənir. Belə. Burada birinci boşluğa yazacağımız şey nədir? At, laugh at. İkincidə speak, kiminləsə danışmaq, speak to ya da speak with somebody işlənir. Kiminləsə danışmaq, speak to ya da speak with somebody. Amma ən çox işlənəni Dimin istifadə etdiyi soruşursunuzsa, speak to işlənir. Yəni speak with demək olar ki, nadir hallarda qarşılaşarsınız. Deyir ki, o heç zaman danışmır onunla. Speak to him. Və answer-də feil olaraq yoldaşlar heç nəsiz işlənir. Amma burada bir dənə şey diqqət edin. Answer isim olaraq söz önündən işlənir, amma feil olaraq söz önsüz işlənir. Bax, tutaq ki, nümunə yazım. O suala cavab verdi. He answered the question. Heç nə yazmırıq burada. Amma onun suala cavabı his answer to my question, bunun mənim sualıma cavabı, məsəl üçün, was correct, doğru idi. Bax, onun sualıma cavabı, artıq burada isim kimi yazanda to yazıram, amma feil kimi işləyəndə he answered the question, suala cavab verdi, heç nə yazmırıq. Eyni şey visit feili üçün də nədir? Keçərlidir. Yəni visitdə feil kimi söz önüsüz, isim kimi söz önü, yəni to ilə işlənir. Belə. Növbəti. 30-a qədər var sualınız? 30-a qədər var sual. Yaxşı. Gəlin 30-un qaydasını izah edim. Yoldaşlar, make-də işlənmə iki cürdür. Bir dəqiqə. Make-də işlənmə iki cürdür. Birinci növbədə make-dən sonra əgər canlı gələrsə, yəni başqa işlənmə forması yoxdur zaten. Bir canlı gələrsə, özündən sonra sadə feil tələb edir. Bu halda mənası olur məcbur etmək.
Yox, əgər make-dən sonra cansız bir şey gələrsə, bu halda özündən sonra to verb tələb edir. Mənası olur etmək, düzəltmək, hazırlamaq və s. Yəni məcbur etməkdən başqa tüm versiyaları sadalaya bilərsiniz. Mhm. Yaxşı, bunu biləyəm. Demək yoldaşlar, demək make-dən sonra canlı gəlsə, mənası məcbur etmək olur. Bu halda sadə fe'l tələb edir. Məsələn, nümunə yazaq. I made my brothers, qardaşlarımı məcbur etdim. Decorate, tutaq ki, it ya da this room. Bu otağı bəzəməyə məcbur etdim. Baxın, qardaşlarımı məcbur etdim bu otağı bəzəməyə. Qardaşımı düzəltdim demirəm ki, qardaşımı nə edirəm? Məcbur edirəm. Bu halda nə işlənir? Sadə fe'l. Amma cansız bir şey gəlsin. Məsələn, yazsam ki, I made flowers, güllər hazırladım. Nədən ötürü? To decorate this room. Bu otağı bəzəmək üçün. Bu halda artıq bu decorate etin qabağındakı to bizə üçün mənası verir. Güllər hazırladım. Yəni, gülləri məcbur etdim demirəm də. Güllər hazırladım cansız olduğu üçün. Nə üçün? Bu otağı bəzəmək üçün. Yəni insan olanda məcbur etmək, cansız olanda isə etmək, düzəltmək, hazırlamaq, qurmaq anlamında işlənir. Yəqin ki, aydındır. Və bu sualda da baxaraq burada valideynlər, burada cansız, bunları bir də işarə eləyək. Birinci, valideynlər insandır və onu məcbur edə bilərsinizmi? Edə bilərsiniz. Valideynləri məcbur etdi ki, bəzəsinlər. Doğrudur. İkinci, make up one's mind bir birləşmədir. Həm də belə cansız kimi də baxa bilərsiniz. Fikir, ağıl cansızdır. Yəni qərara gəlmək deməkdir. Özündən sonra nə tələb edəcək? To tələb edir. Qərara gəldi otağı bəzəmək üçün. 2 düz. 3-də balaca oyuncaqları məcbur etdi, yoxsa düzəltdi? Düzəltdi. Nə üçün? Bəzəmək üçün. To decorate olacaqdır. 4-də böyük qardaşını düzəltdi, yoxsa məcbur etdi? Məcbur etdi, onda sadə işlənəcəkdir. Bura kimi məncə aydındır. Bir də nə var? Nə məsələ var? Bu make-li cümləni məhsul növə çevirdiyimiz zaman istəyir canlı olsun, istəyir cansız olsun, fərqi yoxdur. O hər iki halda özündən sonra to işlənir. Məsələn, yazıram ki, I made him decorate it ya da this room. Elə həmin cümlə yazaq. Mən onu məcbur etdim otağı bəzəməyə. Decorate burada sadə işləmdə make-ə görə. İndi bu himi məhsul növə çevirsəm, o məcbur edildi mən tərəfdən demiş olsam nə olacaq? He was made. Yəni buradan fikir versəniz, bu him nə edir? Keçir he kimi qarşı keçir də. Və buradakı him kimi qarşı keçir. Decorate ilə this room-da artıq made ilə başa-baş qalır. Amma məcbursan ki, burada ingiliscə belə bir qayda var ki, iki fe'li bir-birinə yapışdırmamalısan. Məhz buna görə arada nə işləyəcək? Məhsul növdə elə. Məhsul növdə. Arada nə işləyəcək? To işləyəcək ki, orada iki fe'l bir-birinə yapışmasın. Yaxşımı yoldaşlar? İstəyir canlı olsun, istəyir cansız olsun. Yəni fərq eləməz. Hər iki halda to işlənəcək. Olsa canlı olanda ortada sadə işlənirdi. Him keçir qabağa, məcburiyyətdən to yazırsan. Cansız olanda onsuz da araya yazdın, arada to işlənirdi onsuz da. Bax, məsələn, yuxarıdakı cümləyə baxaq. Bunu kopyalayaq. Və burada məsələn güllər düzəltdim otağı bəzəmək üçün. İndi burada gülləri qabağa keçirsəm, güllər düzəldildi. Flowers were made. İndi bunu nə edəcəm? Bir dənə flowers keçirdik qabağa. Zaten arada to var da. To da düşür aşağı eyni ilə. Yəni cansız olanda onsuz da to'su var, to yerində qalır. Canlı olanda to yoxdur, amma məhsul növə çevirəndə arada to işlənir. Aydın yoldaşlar, yoxsa yox?
Aydındır müəllim. Və burada beşinci variantda da uşaqları məcbur etdilər to decorate, bəzəmək üçün məcbur etdilər. Yəni beşinci variant da doğrudur. Yaxşı, növbəti 37. 37-yə qədər. 37-yə qədər var sualımız. Yaxşı, 37-yə baxaq. Negativ cümləni seçin. Bax, to-dur, also-dur, bir də as well-dir. Bunlar dadə mənasında, dadə kimi harda işlənir? Təsdiq cümlədə işlənir. Ayzə dadə kimi harda işlənir? İnkar cümlə sonunda işlənir. Öncəliklə bax, burada hasn't also təsdiqdə işlənir, yanlışdır, getdi. Sonra başqa da bir variant var mı? Yoxdur. Bunu qoyaq kənara. Sonra B varianta baxsa, I not like. Düzgün inkar yaradım mı? Yaranmayıb. Niyə? Çünki I like it, mən bunu bəyənirəm. Bəyənmirəm, I don't like deyirəm də. I not like demirəm ki. Yəni inkar yaradanda I don't like deyirəm. I not like deyənmərəm. Bu yanlışdır. Sonra digər yanlışımız, məsələn, D variantı qardaşım kim, o, he'dir də. Üçüncü şəxsin təkindədir. He don't yox, he doesn't olardı. He doesn't deyirik də, düzdürmü? Bu da 7. C variantındakı yanlışımız nədir yoldaşlar? No-dan sonra heç bir artikel əvəzi işlənməz. Yadda saxlayın, no ilə isim arasında nə artikel, nə də ki əvəzlik işlənməz. Ortada. Nə artikel, nə də əvəzlik işlənməz. Yəni bunlar yanlışdır. Tək istisnavi şey nədir? No more, bir də no azə işlənə bilər. Amma qalan digər artikel olsun, ya başqa bir əvəzi olsun, no ilə isim arasında işlənə bilməz. Yəni burada da no eni deyə birləşməmiz yoxdur. Yəni çünki eni orada əvəzlikdir. No özü əvəzlikdir. Başqa bir əvəzlik girir araya. Yəni işlənməsi yanlışdır. No eni deyə bilməzsən. Not eni deyə bilərsiniz. Not eni mümkündür. Amma no eni deyə birləşməmiz təəssüf ki yoxdur. Doğru cavab qalacaq Y variantı. Y-də də yazır ki, dostlarının heç biri bilmirdi nə baş vermişdi. Sonra növbəti. Müəllim. Hı, tamam. Başqa kimisə var sual? Həqiqətən də bitdi artıq. Bunu dayandırım.